Salam əziz abituriyentlər. Bu gün mən sizə OTK-nın 16 noyabr Master School təhsil mərkəzində keçirdiyi sınağı izah edəcəm. Deməli, ekranda görünür suallar. Birinci sual: fikirlərin hamısına hansı sözü aid etmək olar? İsimdir, təşkildir, həm ümumi, həm də xüsusi isim kimi işlənə bilər, əsasən mücərrəd isim kimi işlənir. Deməli, baxırıq, uşaqlar, burada məşhur sözü sifətdir, bunu çıxırıq. Bu aid ola bilməz. Düşüncələr və saat-saat sözləri ümumiyyətlə xüsusi isim kimi işlənə bilməz. Xanım, bir də istək sözü qalır. Xanım sözündə biz həm belə deyim ki, əsasən mücərrəd isim kimi işlədə bilmərik, konkret isimdir. Ona görə istək sözüdür. İsimdir, təkcədir, cəm şəkilçisi yoxdur. Həm ümumi, həm də xüsusi isim kimi işlənə bilər. İstək, ümumi isim kimi istək, arzu mənasında, bir də istək insan adı olaraq işlənə bilər. Əsasən mücərrəd isim kimi işlənir. Bəli, istək arzu, istək mənasında işlənir də daha çox. Ona görə də cavab B variantıdır. Gəlirik ikinci suala. Hansı bənddə adlı xalda olan isim işlənməyibdir? Adlı xalda olan isim işlənməyibdir. Baxırıq bir-bir. Deməli deyir, oxumuş adam danışmağından tanınır. Kim adam adlı xaldadır, heç bir hal şəkilçisi yoxdur. Təzə qonaqlar, burada ona görə A variantını çıxırıq. Təzə qonaqlar indi ətrafı maraqla seyr edirdilər. Qonaqlar sözü adlı xalda olan isimdir, çıxırıq. Sən uşağı ovundurmaq üçün müəllimlər çox çalışdılar. Kimi uşağı təsirli haldadır, amma müəllimlər sözü var burada, adlı haldadır, yenə çıxırıq bunu da. İşli avtomobilləri saxlama məntəqəsinə göndərdilər. Burada yenə iki isim var, bir avtomobillər ismidir, bir də məntəqəsinə. Nəyi avtomobilləri təsirli haldadır, məntəqəsinə yönlü haldadır. Deməli, burada adlı xalda olan isim yoxdur. İndi məktəblilər qiymətləndirməyə cəlb olunurlar. Kim məktəblilər bunu da götürmürük, çünki adlı xaldadır. Cavab D variantı oldu. Deməli, gəlirik. Bircə dəqiqə. Bunu silək. Qırmızını. Üçüncü sual. Sinfi isminin təhlili ilə bağlı cədvəldəki uyğun fikirləri müəyyən edin. Baxırıq, deyir ki, doğrudur. Kökünün son saatini itirib. Uşaqlar, biz bilirik ki, bəzi iki hecalı isimlər var ki, onlara saatlə başlayan həm hal, həm də mənsubiyyət şəkilçisi qoşulduqda, onlar da ikinci hecada saatini itirir. Sinif sözü də bunlardan biridir. Bəli, kökünün son saatini itirib. Düzgündür. Doğrudur, götürürük. İsimin yalnız təsirli halında düşünülə bilər. Xeyr, uşaqlar, çünki bu sinif sözünə biz həm hal, həm də mənsubiyyət şəkilçisi artırarkən ikinci hecadakı saat düşdüyü üçün biz buna deyə bilmərik ki, yalnız təsirli haldadır. Bəlkə də mənsubiyyət şəkilçisidir, onun sinifi təmzidir deyirəm. Məsələn, burada mənsubiyyət şəkilçisidir. Ona görə ikini götürə bilmərik, yanlışdır. Mənsubiyyət şəkilçili söz kimi düşünülə bilər. Bəli, düşünülə bilər. Həm mənsubiyyət, həm də təsirli hal kimi düşünülə bilər. Doğrudur. Gəlirik yanlışın altına baxırıq. Xüsusi isim kimi də düşünülə bilər. Sinif sözü necə xüsusi isim kimi düşünülsün? Yanlışdır. Yalnız ümumi isim kimi düşünülür. Yanlışın altından yanlışı götürəcəyik. Ümumi isimdir? Bəli, ümumi isimdir. Deməli, doğrudurun altında doğrunu, yanlışın altından yanlışı seçirik. 1, 3, bir də 4 olur. Deməli, cavab C variantı olacaq. Gəlirik, dili tutulmaq frazoloji birləşməsinin yaxın mənalı qarşılığını müəyyən edin. Dili tutulmaq uşaqlar, yəni danışa bilməmək deməkdir. O da iki yol arasında qalmaq uyğun deyil. Sonra çətinliyə düşmək uyğun deyil. Çox əsəbləşdirmək əlaqəsi yoxdur. Sözünü yerə salmaq uyğun deyil. Nitqi qurumaq uşaqlar elə belə deyim, dili tutulmaq mənasında işlənir. Ona görə də cavab olacaq Y variantı. Gəlirik 5-ci sual. 5-ci sualda deyir ki, sözlərin hər ikisinin fonetik təhlili əsasında klasteri tamamlayan fikirləri müəyyən edin. Konspekt, koridor sözləridir. Ahəng qanuna tabe deyil. Uşaqlar, ümumiyyətlə fonetik təhlil deyirsə bizə mütləq tələffüzünü yazmalıyıq. Konspekt, konspekt kimi tələffüz olunur.
Konspekt. Deməli, koridor isə koridor kimi tələffüz olunur. Koridor. Tələffüzünü yazmadan fonetik təhlildə düzgün tapmaq olmaz. Yəni onları təsadüfən tapa bilərsiniz, amma mütləq tələffüzünü yazın ki, unuda bilərsiniz, qarışdıra bilərsiniz. Gözünüzün qarşısında olsa daha rahat tapa bilirsiniz cavabı. Tərkibində dodaqlanan saat yoxdur deyir. Baxın, konspektdə yoxdur, çünki o aya keçir tələffüzdə. Koridorda birinci o aya keçib, amma ikinci o var axı. Ona görə də yanlışdır bir. Tərkibində uzanan saat iştirak etmir. Bəli, tərkibində uzanan saat iştirak etmir. Düzgündür. Tərkibində həm kar, həm də cingiltili samit var. Düzgündür. Məsələn, K kar, N cingiltili, K kar, R cingiltili. Tərkibində həm kar, həm cingiltili samit var. Deyilişi ilə yazılış arasında bir fərqli məqam var. Düzgündür. Konspekt yazılıb, konspekt tələffüz olunur. Koridor yazılıb, koridor tələffüz olunur. Təkcə o'lar aya keçib. Düzgündür. Cingiltili samitlərin kar qarşılığı yoxdur. D var axı burada. Onun da qarşılığı T'dir. Ona görə də yanlışdır. Deməli bizə doğru fikirlər lazımdır. 2, 3, 4. Cavab olacaq D variantı. Sonra gəlirik 6-cı suala. Təmizləyək buranı. 6-cı sualda. Altından xətt çəkilmiş sözlərlə bağlı Eyler-Venn diaqramında doğru fikirləri müəyyən edin. Əziz dünən hamını heyran etdi. Əziz sözüdür burada. Qonaqlar aşpazı çağırdılar. Burada da aşpaz sözüdür. Deməli uşaqlar Eyler-Venn diaqramı deyəndə əziz sözünün altına yalnız əziz sözünə aid olanlar yazılmalıdır. Aşpaz sözünün altında yalnız aşpaz sözünə aid olanlar yazılmalıdır. Ortaya isə hər ikisinə aid olan xüsusiyyət yazılmalıdır. Deyir, ismin adlı halındadır. Əziz, kim əziz, adlı haldadır, düzgündür, hər hansı bir hal şəkilçisi yoxdur. Baxaq görək, aşpaz sözünə də birdən aid olar bu xüsusiyyət. Qonaqlar aşpazı çağırdılar. Kimi aşpazı? Xeyr, bu təsirli haldadır. Biri götürürük, doğru fikirdir. Həm ümumi, həm də xüsusi isim kimi işlənə bilər. Uşaqlar, əziz sözü xüsusi isim kimidir hal-hazırda. Ümumi isim kimi işlənə bilmir. Sifət kimin olur? Məsələn, əziz adam, mehriban, əziz adam, o necə adam? Əziz adam. Ona görə də yanlışdır. Ümumi isim kimi işlənə bilməz. Təkcədir, əziz, aşpaz. İkisi də təkcədir. Düzgündür, üçü götürürük. Ümumi isimdir aşpaz. Düzgündür, ümumi isimdir. Qeyri-müəyyən təsirli haldadır. Uşaqlar, burada şəkilçi yazılıb. Niyə qeyri-müəyyən təsirli halda olsun ki? Müəyyən təsirli haldadır, yanlışdır. Doğrunu deyirdi. 1, 3, 4. Cavab olacaq B variantı. Sonra gəlirik 7-ci suala. Amonimliyi olmayan sözü müəyyən edin. Baxırıq uşaqlar, deməli yara sözü amonimliyi var. Bir yaramaq feili, bir də yara. Məsələn, əlimdəki yara. Kağız sözü amonimliyi yoxdur. Elə cavab B variantı olacaq. Digərlərinə rəng. Uşaqlar, bir musiqişünaslığa aid rəng termini var. Bir də rəngdə boyalar mənasında. Ona görə götürə bilmərik. Sarı, sarımaq feili var. Sarı rəng var. Sarı, məsələn, qoşma kimi evə sarı getmək var. Ona görə amonim götürmürük. Boya. Bir boya ismi var. Nəyə boya? Bir boyamaq feili. Nə et? Boya. Bu da amonim olur. Ona görə cavab olacaq B variantı. Sonra gəlirik 8-ci suala. 8-ci sualda deyir ki, evi uzaqlarda idi cümləsində ilk sözün morfoloji təhlili ilə bağlı yanlış fikri müəyyən edin. Evi sözünü deyir bizə. Adlı halın sualına cavab verir. Bəli uşaqlar, evi burada il şəkilçisi olsa da mənsubiyyət şəkilçisidir. Çünki biz demişik ki, əvvəlinə onun artıra biliriksə, deməli bu söz mənsubiyyətdir. Onun evi uzaqlarda idi. Bəli. Adlı halın sualına cavab verir. Düzgündür. Çıxırıq bunu. Mənsubiyyət şəkilçisi qəbul edib. Bəli, dedik onun evi mənsubiyyətdir. Təsirli halı söz kimi də düşünülə bilər, düşünülə bilməz uşaqlar. Bu mənsubiyyətdir, ona görə yanlışdır. Cavab elə C variantıdır. Özündən əvvəl yəli hal şəkilçili söz gələ bilər. Bəli, onun. Konkret və ümumi isimdir. Konkret isimli və ümumidir, düzgündür. Ona görə də cavab olacaq C variantı. Sonra gəlirik 9-cu suala. Uyğunluğu müəyyən edin.
Deyir ki, deməli sözlərin mənasına uyğun şəkildə müəyyən edəcəksiniz. Analoq sözünü, deməli analoq sözü olacaq eyni təyinatlı, bənzər, oxşar olan. Bəli, birə A variantı olacaq. Deməli qeyd eləyək, birə A. Sonra gəlir atlas sözü. Atlas nədir uşaqlar? Xəritələr toplusuna deyirik də. Deməli olacaq müxtəlif xəritələrin toplusu C variantı. Kontekst. Kontekst biz bunu, yəni mətnlərə aid sualları yazanda da çox tez-tez qarşımıza çıxır. Sözün və ya ifadənin mənasını dəyişdirməyə kömək edən mətn və ya mətnin bir parçası Y variantı uyğun gələcək. Çünki görürsən deyir ki, mətndə kontekstə uyğun olan sözü müəyyən edir. Məsələn, söz verir və yaxud cümlədəki hər hansı bir sözü soruşur. Ona görə mətnlərdə tez-tez qarşımıza çıxır. Hətta sizlər də tez-tez soruşursunuz bunun mənasını. Olacaq deməli 1-ə A, 2-yə C, 3-ə də Y, B variantı olacaq. Sonra gəlirik 10-cu suala uşaqlar. Əməliyyat sözünün fonetik təhlili ilə bağlı səhvi müəyyən edin. Yenə tələffüzünü mütləq yazırıq. Əməliyyat. Uşaqlar, bilirik ki, iyyat, iyyanın tərkibində olanda, y-nın biri düşür şəkilsiz tərkibində olanda. Deyilişlə yazılışı fərqlənir. Bəli, y-nın biri düşdü. 1 çar, 3 zingirtli sabit var. Baxıram, t çar, m, l, y çar sabitlərdir, zingirtli sabitlərdir. Düzgündür. Sətirdən sətrə keçirilmə zamanı ilk hecası əvvəlki sətirdə saxlanıla bilməz. Gəlin hecaları ayıraq. Ayıraq ə, mə. Elə uşaqlar, baxın, təkcə qaldı burada. İlk heca deməli əvvəlki sətirdə saxlanıla bilməz. Bu da düzgün fikirdir. Düzgündür bunlar, səhv lazımdır bizə. Hərflərlə səslərin sayı bərabərdir, yanlışdır uşaqlar. Cavab elə D variantı. Çünki tələffüzdə səsin biri düşdü axı. Buna görə cavab D olur. Sözdə ahəng qanunu tələbi gözlənilməmişdir. Bəli, i incə, A isə qalın saitdir. Deməli, cavab olacaq D variantı. Sonra gəlir uşaqlar, deməli, mətnimizə piano mətni. Bunu bir də oxuyun istəsəz. Yavaşca gedək. Mən oxumuşam, ona görə cavabları indi siz də bir oxuyun ki, cavabları bir yerdə izah eləyək. Deməli 11-ci suala baxırıq. Mətnə əsasən Kərim obrazı haqqında doğru fikirləri müəyyən edin. Yazılıb ki, xeyriyyə cəmiyyətinin başçısıdır. Uşaqlar, yazılmamışdı axı mətndə ki, bu xeyriyyə cəmiyyətinin başçısıdır. Orada işlədiyi qeyd olunur. Ona görə yanlışdır. Hökumət nümayəndəsidir, düzdür. Xeyriyyəçiliklə yalnız iş çərçivəsində məşğul olur, yanlışdır. Uşaqlar, deyir axı, o öz hesabına piano alıb qoydu qızın evinə. Ona görə yanlışdır. Musiqidən təsirlənir, düzgündür. Çünki, baxın, bizdə İlk hecada, ilk sətir bizdə, belə deyim, ilk abzasımızda deyir ki, Kərimlə İradə ayaq saxladılar. Musiqi səsi gəlirdi və Kərimlə İradə ayaq saxladılar. Düzgündür. Sonra gəlir uşaqlar, ümid verici sözlər deyir. Bəli, torpaqların deyir ki, sizə kömək olunacaq. Hökumətimiz çalışır, sizin sosial durumunuz yaxşılaşsın. Biz də buna görə buraya göndərilmişik. Deyir, düzgündür. Ona görə doğru fikir deyirsə 2, 4, 5-ci olacaq D variantı. Sonra gəlirik uşaqlar 12-ci suala. Mətnə əsasən cədvəldəki uyğun fikirləri müəyyən edin. Mətndə bu məlumatlar var deyir. İnsanlar vətən həsrəti çəkirlər. Bəli, Zərifənin atasının dilindən biz bunu görürük. Zərifənin ailəsi əslən Şuşalıdır. Uşaqlar, bəlkə də Şuşalıdır, amma mətndə bu haqda məlumat yoxdur. Ona görə götürə bilmərik bunu. Sonra deyir, yeni evdə Zərifənin otağı 2-ci mərtəbədədir. Yazılmamışdı axı mətndə elə bir məlumat. Yanlışdır. Mətndə bu haqda məlumat yoxdur. Burada da olmayanları seçirik.
Kərim uzun müddətdir ki, xeyriyyə cəmiyyətində işləyir. Ay uşaqlar, yazılmayıb. Yəni belə bir məlumat yoxdur. Ona görə səhvdir. Zərifəcil doğma yurdda yaşamağa başlayır. Bəli, sonda deyir axı onlar artıq öz doğma yurduna köçmüşdü. Düzgündür. İradə və Kərim eyni ailənin üzvüdürlər. Belə bir məlumat yoxdur. Yanlışdır. Deməli, mətndə belə bir məlumat var. Buradan 1-i götürürük. Mətndə belə məlumat yoxdur. 4, 6. 1, 4, 6 o da olacaq D variantı. Sonra gəlirik 13-cü suala. Nöqtələrin yerinə uyğun cümləni müəyyən edin. Nöqtələrin yerinə uyğun cümlə baxaq. Nöqtələr harda qoyulub? Mətndə baxın, bu hissədə qoyulub. Deyir ki, Zərifə bəlkə də bəstəkar sözünü ilk dəfə eşidirdi. Sonra nöqtələr qoyulub. Baxaq görək, hansını yaza bilərik. Birdən Kərim soruşdu. Əlaqəsi yoxdur axı, yəni o cümlənin arxasınca bu gələ bilməz. O evlərdən biri də onların idi. Yenə Zərifə bəstəkar sözünü ilk dəfə eşidirdi. Bunun ardınca verə bilmərik. Sizə hər cür şərait yaradılacaq. Yenə əlaqəsi yoxdur. Bəstəkar musiqi bəstələyən adamlara deyilir. Uşaqlar, yəni bu yazılsaydı belə mətnimizdə nöqtələrin yerinə biz oxuyarkən məsələn belə bir sual olmalı idi ki, mətndə məntiqi cəhətdən uyğun olmayan cümlə hansıdır? Elə bu cümlə götürüləcəkdir. Yəni əlaqəsi yoxdur həmin hissə ilə. Ona görə uyğun deyil. Başını qəfil qaldırıb qonağın üzünə baxdı və dinmədi. Bəli, elə cavab olacaq Y variantı. Çünki Zərifə bəstəkar sözünü bəlkə də ilk dəfə eşidirdi. Baxın, yazılacaq ki, Zərifə bəlkə də bəstəkar sözünü ilk dəfə eşidirdi. Ardınca da deyirik ki, başını qəfil qaldırıb qonağın üzünə baxdı, dinmədi. Ona görə də cavab olacaq Y variantı. Sonra gəlirik uşaqlar 14-cü sual. Mətnə əsasən səbəbini müəyyən etmək mümkün deyil. Atanın bədnam qonşulara qarğış etməsinin səbəbi var da, torpaqlarımızı işğal etmişdilər. Kərimin özünü xoşbəxt hiss etməsinin də səbəbi var. Kərim çünki burada bircə dəqiqə niyə xoşbəxt hiss etdiyini deyək. Baxaq. Vətən müharibəsi 44. Kərimin gözlərində çəkilməz kənd. Deyir ki, Kərim Zərifənin əvəzinə qanad açıb uçurdu. Baxın, xoşbəxt hissə torpaqlar işğaldan azad olunduğu üçün mətnimizdə var. Kərim və İradənin Zəfərgilin qapısına gəlməsinin bunun da səbəbi var da, yardım üçün gəlmişdilər. Xeyriyyə cəmiyyətindən ailənin indiyə kimi itirib axtaranın olmaması səbəbi verilməyib mətndə. Ona görə bunun səbəbini müəyyən edə bilmirik. Zərifənin musiqini çox sevməsinin səbəbini bilmirik. Ona görə də cavab olacaq A variantı 14-də. Sonra uşaqlar gəlirik 15-ci sualımıza. 15-ci sualda deyir ki, hansı nümunə üzərində rəqəm yazılmış sözlərdən heç birinin mənasını izahı deyil. Deməli 15-ci sualda bizə deyir ki, hansı nümunə üzərində rəqəm yazılmış sözlərdən heç birinin mənasının izahı deyil. Baxırıq üzərində rəqəm yazılmış sözlərimizi incə, aralandı, imkansız, bir də yəqin ki, digər tərəfdədir. Yoxdur. Baxaq. Deməli, burada bir dəqiqə sistemli mi? Bir baxırıq. Birincisi hansıdır? Birinci deyir ki, incə. İncə sözünə uyğun olan burada zərif. İncənin mənasına zərif uyğun gəlir. Sonra qazma ilə üzbəüz dayanmışlar. Qapı cırıltı ilə aralandı. Cırıltı ilə aralandı. Araldı biraz açılmaq mənasında işlənibdir. Ona görə C variantında gedir. Deməli, biraz açılmaq, zərif. Bunlar getdi, C-dir, getdi. Sonra baxırıq. Üçüncü hansıydı? Üçüncü intizardan, 4-də imkansız. İntizardan imkansız. İntizardan sözünə həsrət içərisində gözləmək, səbirsizliklə gözləmək. Bir də digər sözümüz hansıydı? Digər sözümüz də baxırıq imkansız. İmkansız sözünə də uyğun gələn maddi imkanı məhdud olan. Deməli, hansına aid nümunə yoxdur? Uzaqlaşmaq sözünə aid nümunə yoxdur. Cavab olacaq A variantı. Sonra uşaqlar gəlirik 16-cı suala, artıq açıq suallarımızdır. Mətnə əsasən Eyler-Venn diaqramını tamamlayan fikirləri yazın.
Kərimə aid yaza bilərik ki, Kərim. Deməli, baxırıq, deyir ki, xeyriyyə cəmiyyətinin üzvü. Kərimə yaza bilərik, xeyriyyə cəmiyyətinin üzvü idi. Xeyriyyə cəmiyyətində işləyirdi. Zərifə pianonu çox sevirdi, piano çalmağı sevirdi, belə deyim ki, musiqini sevirdi. Hər ikisinə ortaq xüsusiyyət də yaza bilərik ki, belə deyim ki, düşmənin məğlub olmağına sevinirdilər. Hər ikisinə ortaq xüsusiyyət bunu deyə bilərik. Yəni ortaq fikir bunu yaza bilərik. Sonra uşaqlar, deməli, bunu təmizləyək. Gəlirik 17-ci suala. Altından xətt çəkilmiş cümlədəki fikri mətnin üslubunun səciyyəvi xüsusiyyətlərinə uyğun ifadə etməklə yenidən yazın. Uşaqlar, bu daha çox bədii mətnlərdə qarşımıza çıxır bizim. Altına xətt çəkilmiş cümlə deyir mətnin üslubunun səciyyəvi xüsusiyyətlərini. Altına xətt çəkilmiş cümləmiz düşmən məğlub olmuşdu. Bunu da bədii üslubun belə deyim, səciyyəvi xüsusiyyətlərinə uyğun ifadə edəndə, yəni bura biraz obrazlıq, məcazi mənalı ifadələr əlavə edə bilərik. Etməliyik daha doğrusu. Məsələn, yaza bilərik ki, düşmən ordusu darmadağın edildi. Ordusu darmadağın edildi, yerlə yeksan edildi. Yəni bunları yaza bilərik. Yəni məcazi mənalı ifadələr əlavə etməliyik. Sonra gəlir uşaqlar, deməli 18-ci sual. 18-ci sualda deyir ki, bir kəs ki ağrı hiss edir, canlıdır. O kəs ki başqasının ağrısını hiss edir, o insandır. Aforizmini mətnlə əlaqələndirərək fikrinizi yazın. Uşaqlar, biz bu fikri kimə aid edə bilərik? Kərim obrazına aid edə bilərik. Deyirik ki, bu fikir Kərim obrazına aiddir. Kərim də Zərifənin, belə deyək ki, Zərifənin ağrısını hiss edirdi. Hətta gecə yuxusuna belə girirdi Zərifə. Yəni, bunu biz Kərim obrazına aid edirik. Sonra uşaqlar gəlirik 19-cu suala. 19-cu sual. Mətnə əsasən cədvəli tamamlayan fikirləri yazın. Kərimin xarakteri xüsusiyyəti. Kərimin xarakteri xüsusiyyətinə yaza bilərik ki, nə? Mərhəmətli yaza bilərik. Məsələn, yazıram mərhəmətli. Və yaxud da xeyirxah yaza bilərik. Yəni bunlardan birini yazırıq. Sonra əsaslandırmaq üçün əsaslandırmaya da yazırıq ki, o məsələn öz hesabına Zərifə üçün piano almışdı. Bunu yaza bilərik. Və yaxud da məsələn mərhəmətlidir, çünki onların yəni Zərifəcinin kədərini hiss edir və yuxusuna belə girirdi. Yəni bunları qeyd edə bilərik. 20-ci sual uşaqlar. Mətnə əsasən əvvəlində işarə qoyulmuş ifadələrin mənasını müəyyən edib yazın. Baxdıq işarə qoyulmuş sözləri birinci, bir üçbucaq işarəsi, deyəsən, bir də rom işarəsi. Üçbucaq işarəsi yerindəcə donub qaldı. Uşaqlar, yerindəcə donub qalmaq, yəni təəccübləndi. Yəni təəccübləndi yazarıq. Qanad açıb uçurdu, sevinirdi. Təəccüblənmək, sevinmək. Yazırıq təəccüblənmək. Təəccüblənmək, sevinmək. Sevinmək yazırıq. Deməli, birinci mətnimiz də bitdi. İndi gəlin ikinci mətnimizdəki suallara baxaq. Yenə mən birinci belə qoyum ki, siz mətni oxuyun bir. Mən mətni oxumuşam, ona görə də suallara baxacağım. Deməli, 21-ci sualdan başlayırıq. 21-də deyir ki, mətnlə bağlı doğru fikri müəyyən edin. Uşaqlar, deməli, yerin kütləsi Neptunun kütləsindən 17 dəfə azdır. Baxırıq, burada elə birinci abzasın son cümləsində deyir ki, Neptun diametrinə görə 4-cü, kütləsinə görə isə 3-cü yer tutur. Onun kütləsi yerin kütləsindən 17 dəfə çoxdur. Deməli, yerin kütləsi Neptundan 17 dəfə az olmuş olur. Düzgündür. Cavab ona görə də olacaq A variantı. Gəl digərlərinə baxaq. Neptunun adı Yunan mifologiyasından götürülmüşdür. Yox, uşaqlar.
Yunan mifologiyasından götürülməyib, Roma mifologiyasından götürülüb. Baxın, burada deyir ki, Roma mifologiyası dəniz tanrısı Neptun adlanmışdır. Roma mifologiyasından götürülməsi ənənəsinə sadiq qalınaraq bu planet də Neptun adlandırılmışdır. Ona görə bu yanlışdır. Sonra deyir ki, deməli buna yanlış qoyuruq. Əsas fikir giriş hissədə verilmişdir. Əsas fikir giriş hissədə verilməz. Uşaqlar, giriş hissədə sadəcə kiçik bir məlumat verilibdir. Yanlışdır. Giriş hissədə fikir ardıcıllığına riayət olunmamış. Yanlış uşaqlar. Bircə dəqiqə mən Hə, burada. Neptunun adı Yunan mifologiyasından dedik yanlışdır. Romalılar Neptunu planet olaraq tanıyırdılar. Romalılar Neptunu planet olaraq tanıyırdılar. Yanlış fikirdir axı. Yəni yanlışdır. Galileo Galilei Neptunu adi gözlə müşahidə etmişdi. Xeyr uşaqlar, onu adi gözlə müşahidə etmək olmaz, mümkünsüzdür deyilir və burada da baxın teleskopla Neptunu görmüş yazılır. Yanlışdır. Günəş sisteminin ən soyuq planeti Neptundur. Xeyr uşaqlar, burada mətnimizdə verilmişdir ki, ən soyuq planetimiz baxın Urandan sonra ən soyuq planetimizdir deyilir. Ona görə də deməli Urandan sonra baxın burada verilib. Urandan sonra ən soyuq planet hesab olunur. Ona görə yanlış sayılır. Cavab da olacaq A variantı. Son uşaqlar gəlirik. Deməli bunu təmizləyək bir. 22-ci suala. Mətnin tərkib hissələri ilə bağlı doğru fikri müəyyən edin deyir. Tərkib hissələri ilə bağlı. İş və əsas hissənin sərhəddi pozulmuşdur. Yanlışdır. Nəticə hissəsi bir abzasdan ibarətdir. Bəli uşaqlar, adətən nəticə hissəmiz bir abzasdan ibarət olur. Ona görə də cavab olacaq B variantı. Əsas fikir giriş hissədə verilmişdir. Bayaq 21-ci sual izah edəndə qarışıqlıq oldu. Əsas fikir giriş hissədə verilmişdir. Xeyr, yəni giriş hissədə sadəcə kiçik bir məlumat verilir. Əsas fikir verilmir. Giriş hissədə fikir ardıcıllığına riayət olunmamışdır. Yanlışdır. Niyə riayət olunmasın? Əsas hissənin birinci abzası 2 abzas şəklində verilməlidir. Əsas hissənin birinci abzası xeyr. Yəni normal abzas şəklində verilibdir. Ona görə yanlışdır bunlar da. Cavab ona görə də olacaq B variantı. Sonra gəlirik 23-cü sualımıza. 23-cü sualda deyir ki, mətnlə ziddiyyət təşkil etməyən fikri müəyyən edin. Yəni mətnlə əks olmayan fikri, mətndə həqiqətən də təsdiqlənən belə deyim ki, fikri müəyyən edin deyir bizə. Baxırıq, deyir ki, Neptun 17-ci əsrdəki müşahidəsi onun kəşfi hesab olunur. Yanlışdır uşaqlar. Axı dedik ki, o zaman baxın, burada verilib də 17-ci əsrdə Qalileyin onu görməsi nəticəsində olandır ki, bu 1612-13-cü illərdə. Onda da onun planet olduğu təsdiqini tapmamışdı. Ona görə də yanlışdır A variantı. Planetlərin adlandırılması ilə bağlı ənənə Neptuna gələndə pozulmuşdu. Xeyr, axı bizdə burada deyir ki, baxın, ənənəyə sadiq qalınaraq, burada yazır, planetlərin adlarının Roma mifologiyasından götürülməsi ənənəsinə sadiq qalınaraq bu planetə Neptun adlandırılmışdı. Ona görə bu da yanlışdır. Sonra deyir ki, baxın, neçənci sualdaydıq? Burada. Uranın kəşfində Neptun üzərində aparılan müşahidələr böyük əhəmiyyət olmuşdur. Belə bir şey yoxdur. Neptun qədimdən bəri insanlar tərəfindən tanınmışdır. Yox, uşaqlar, hələ 1612-13-cü illərdə belə onun planet olduğu bilinmirdi. Ona görə yanlışdır. Neptunun göy rənginin əsas səbəbi onun atmosferindəki metan qazıdır. Bəli uşaqlar, burada elə verilmişdi də mətnimizdə. Bir baxın, göstərək. Baxın, planetin göy rəngi isə atmosfer qatında mövcud olan metan qazı ilə bağlıdır. Düzgündür uşaqlar fikir. Ona görə də cavab olacaq elə Y variantı. Düzgün fikrimiz 23-də 7. Sonra gəlirik 24-cü suala. 24-cü sualda deyir ki, hansı fikirlər mətnin məzmunu ilə səsləşmir? Galilei yeni planet tapdığını bilmirdi. Düzgündür uşaqlar, o bilmirdi ki, yeni planetdir. Ona görə düzgündür bu. Neptunun müşahidəsi ilə bağlı ilk qeydlər 17-ci əsrə aiddir. Bəli, 1612-13-cü illərə aiddir. Neptun Günəş sistemində ən ağır planetdir. Xeyr, uşaqlar yazmışdı axı orada diametrinə görə 4-cü, çəkisinə görə də 3-cü olmalı idi. Bir dəqiqə baxaq. Birinci abzasda yazılmalı idi. Baxırıq.
Deyir ki, o Neptun diametrinə görə 4-cü, kütləsinə görə isə 3-cü yeri tutur. Ona görə yanlışdır. Deməli, baxırıq. Hə, yanlış fikirdir burada. Neftlə eniş edən kosmonavtlar elmi faktları təsdiqləyiblər. Ona eniş edən kosmonavtlardan söhbət getmir axı. Yanlışdır. Günəş istiliyi nəhəng buz qatını əritdiyi üçün Neptunda tez-tez xeyr, uşaqlar elə bir şey yoxdur mətnimizdə. Olacaq 3, 4, 5. Cavab olacaq A variantı. Sonra gəlirik növbəti sualımıza, 25-ci sual. Üzərində rəqəm yazılmış hansı sözün kontekstə görə şərhi düzgün verilməmişdir? Baxaq, üzərində rəqəm yazılmış sözlərə birinci. Bir deyir ki, Neptun müşahidəsi. Müşahidə deyəndə diqqətlə baxaraq, araşdıraraq öyrənmə, tədqiq etmə düzgündür bu. Sonra gəlirik ikinci. Üzərində 2 yazılmış sözümüzü tapaq. Hə, proqnozlaşdırılır. Proqnozlaşdırılmaq əvvəlcədən gələcəkdə baş verə biləcək hadisələrin, proseslərin və ya nəticələrin əvvəlcədən elmi əsaslarla təmin edilməsi prosesi düzgündür. Bir də düzgündür. Sonra baxırıq üçüncü sözümüzə. Üçüncü sözümüz hansıdır? Hə, ehtimal edilmişdir. Ehtimal edilmişdir deyəndə üçüncü sözümüz mümkün hesab etmək, zənn etmək, güman etmək düzgündür bu da. Sonra gəlirik dördüncü sözümüzə baxaq. Dördüncü də hə, teleskop. Teleskop sözünün mənası da göy cisimlərini müşahidə etmək, uzaq məsafədə yerləşən göy cisimlərini və digər obyektləri böyüdülmüş şəkildə müşahidə etməyə imkan verən optik cihazdır. Düzgündür uşaqlar. 4-də. Deməli 5-ciyə baxırıq. 5-ci nə idi? Buradaydı. Hə, Neptun astronomlar. Astronom sözünün mənasını baxaq görək necə verib. Deyir ki, göy cisimlərinin insan həyatı üzərində təsirini araşdırdığını iddia edən şəxslər xeyr, göy cisimlərini öyrənən şəxslərə deyilir. Yanlış fikirdir. Ona görə də cavab olacaq Y variantı. Gəlirik 26-cı suala. Mətndə əvvəldə işarə qoyulmuş sözlər əsasında cədvəli tamamlayın. Əvvəlində işarə qoyulmuş üçbucaqdır, kvadratı. Üçbucağa baxaq, bir də kvadratı. Üçbucaqda deyir ki, məxsusdur. Kvadratda deyir ki, yerdən baxıldıqda planet hərəkətsiz. Məxsusdur sözünün əvvəldə üçbucaq işarəsi qoyulmuş sözün qarşılığı. Məxsusdur, aiddir deyə bilərik. Aiddir. Əvvəlində kvadrat işarəsi qoyulmuş sözün mətndən fərqli leksik mənada işləndiyi cümlə. Mətnimizdə uşaqlar bu, baxıram, kvadrat qoyulmuş sözümüz hansıdır? Həmin vaxt yerdən baxıldıqda həqiqi mənada işlənib. Bunu biz fərqli mənada işlətməliyik. Baxıldıqda məsələn, deyirəm ki, yazam, körpələrə yaxşı baxıldı. Körpələrə yaxşı baxıldı. Uşaqlar, burada baxıldı, qayğı göstərildi mənasında işlənib də. Ona görə də fərqli mənada olmuş olur. Amma digər mənasında baxıldı, ya müşahidə etmək, izləmək mənasındaydı. Cavab deməli biri aiddir, bir də körpələrə məsələn yaxşı baxıldı. Siz fərqli məcazi mənada da işlədə bilərsiniz, yəni fərqli cümlədə. 27. Altından xətt çəkilmiş cümlədə mətnin məzmununa uyğun olmayan sözlər işlədilmişdir. Həmin sözləri dəyişdirərək cümləni yenidən yazın. Baxıram, cümləmiz hansıdır? Neptun Günəşə ən yaxın və ən isti planetlərdən biri olmaqla astronomiya tarixində mühüm əhəmiyyət kəsb edir. Xeyr uşaqlar, Neptun Günəşə ən uzaq, çünki ən yaxın və ən isti deyildi, soyuqdur. Ən uzaq, sizin cümləni tam şəkildə yazasınız və ən soyuq planetlərdən biridir. Həqiqətən də deməli ən uzaq və ən soyuq planetlərdəndir. Ona görə yanlış verilmişdir. Sonra uşaqlar baxırıq 28-ci suala. Mətnə əsasən cədvəli tamamlayan fikirləri yazın. Səbəb nəticə. Nəticədə verilib ki, Galiley Neptunun planet olduğunu düşünməmişdi. Çünki uşaqlar qarda mətnimizdə hərəkətsiz olduğu üçün baxın. Deyir ki, 1612-13-cü illərdə teleskopla Neptunu görmüş, lakin hərəkətsiz olduğunu müşahidə etdiyi üçün onu ulduz zənn etmişdi. Deməli, planet olduğunu düşünməyibdi, hərəkətsiz olduğu üçün. İkinci nəticəmizdə nə verib? Uran və Neptun astronomlar tərəfindən buz nəhəngləri adlandırılır. Bu da verilib də cümləmizdə. Baxın, deyir ki,
Onun səthi əsasən buz və qayalardan ibarətdir. Bu xüsusiyyətinə görə Uran və Neptun astronomlar tərəfindən buz nəhəngləri adlandırılır. Deməli, səthi buz və qayalardan ibarət olduğu üçün bunları yazırıq. Sonra növbəti sualımıza baxırıq. 28-29. Mətndə tünd qara hərflərlə verilmiş ifadəyə əsasən cədvəli tamamlayın. Mətndə işləndiyi funksiya, başqa funksiyada işlədilməsi. Tünd qara hərflərlə verilmiş sözümüzü tapaq. Soyuq. Urandan sonra ən soyuq planet hesab olunur. Deməli, bu informativ mənada, yəni həqiqi mənada işlənib informativ. Fərqli mənada işlədəndə uşaqlar, fərqli mənada da, məsələn, poetik funksiyada işlədirəm. Poetik funksiyada da deyə bilərəm ki, onların arasında soyuq münasibət var. Onların arasında soyuq münasibət var. Yəni bu soyuq münasibət. Yəni soyuq münasibəti siz istədiyiniz kimi işlədə bilərsiniz cümlədə. Sonra gəlirik sonuncu 30-cu sualımıza. 30-cu sualda deyir: müqayisə cədvəlinə uyğun olaraq mətnlərin üslubunun səciyyəvi xüsusiyyətləri ilə bağlı fikirləri yazın. Neptun mətni publistik üslubdadır. Publistik üslubun əsas üslubu xüsusiyyətləri nədir? Kütləvi anlaşıqlı. Burada balaca deyir deyə aşağıdan yazıram. Kütləvi anlaşıqlı. Təsirli. Aydın. Yəni bunları yazırıq. Digər mətnimizdə baxaq. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin anadan olmasının 140-cı il dönümünə dair tədbirlər planı hazırlayıb həyata keçirsin. Uşaqlar, bu rəsmi işgüzar üsluba aiddir. Rəsmi işgüzar üslubun əsas xüsusiyyətləri nə idi? Dedik, fikir standart formada verilir, obrazlı ifadələr işlənmir, məcaziliyə yer verilmir. Yəni bunları da yazacaq digər tərəfə. Ümumi cəhət isə uşaqlar, ümumiyyətlə funksional üslublar olduğu üçün ikisi də yazacaq ki, hər ikisi funksional üslublara aiddir. Bir də ədəbi dilin normalarına tabedir. Yəni ortaq xüsusiyyət bunları yaza bilərsiniz. Hansısa funksional üslubları soruşanda ortaq olaraq yazırıq funksional üslublara aiddir və ədəbi dilin normalarına tabedir. Deməli, uşaqlar bitdi. Ona görə də sağ olun.